Əfşar İmperiyası mövzusunu izah edirik sizə. Əfşar İmperiyası Nadir Şah Əfşar tərəfindən əsası 1736-cı ildə qoyulan imperiyadır. Demək, sual versəm ki, sizə Əfşar İmperiyası hansı dövlətin süqutu nəticəsində meydana gəlmişdir? Nə deyirsiniz? Səfəvi. Səfəvi dövlətinin süqutu nəticəsində meydana gəlmişdir. Səfəviləri 1736-cı ildə Nadir Şah Səfəvilər dövlətinə son qoyur. Onun yerində Əfşar İmperiyasının əsasını qoyur. Əfşar İmperiyası sual düşür ki, hansı qurultay nəticəsində meydana gəlmişdir? Cavab, su qovuşan qurultayı və yaxud da Muğan qurultayı nəticəsində meydana gəlmişdir. Bu qurultayda Nadirin şah seçilməsinə etiraz edən tayfalar oldu. Etiraz edən tayfalar oldu. Hansı tayfa oldu? Qarabağda yaşayan 32'lər, Qarabağda yaşayan Kəbirli, Qarabağda yaşayan Cavanşir və Gəncə elinin tayfası olan, Gəncə ərazisi də Qarabağ bəylərbəyliyi gedirdi Səfəvilər dövründə, Ziyadoğlu tayfası. Bu tayfalar Nadirin şah seçilməsinə, şah olmasına etiraz edilər. Nadir də bu tayfalar etiraz etdiyi üçün Qarabağ elini və bu tayfaları cəzalandırdı. Neynədir? Bu tayfaların başçılarını ailələri ilə birlikdə sürgün etdi. Hara sürgün etdi? Xorasana, Əfqanistana sürgün etdi. İkinci, neylədir? Qarabağda olan, Qarabağ vilayətində yerləşən, yaşayan, demək, ərazi bölgələr var idi. Həmin o bölgələri də Gürcülərə verdi. Hansı əraziləri? Qarabağ ərazisi, Qarabağ bəylərbəyliyin ərazisi olan Qazax, Borçalı, Şəmşəddil bölgələrini hansı dövlətə verdi? Gürcülərə verdi. Bunu da bildik. Sonra Qarabağ ərazisinin Nadirin 3-cü cəzalandırma metodu nə idi? Qarabağda xristian məlkişlər yaşayırdı. Bunlar daima Qarabağ bəylərbəylinə tabe idilər. Qarabağa demək tabeçiliklə yaşayırdılar. Amma Nadir neynədi? Nadir Qarabağı cəzalandırmaq üçün həmin o Qarabağda yaşayan xristian məlikliklərə sərbəstlik verdi və həmin məliklikləri özünə tabe etdi. Dedi ki, yalnız siz mənə tabesi. Qarabağ bəylərbəylinə, Qarabağ bəylərbəylinə də ləğv eləməmişdi, bir müddətdən sonra ləğv eləyəcək. Yəni dedi, siz Qarabağa yox, mənə birbaşa tabesiz. Aydındır, və bu üç yolla Qarabağı cəzalandırdı. Məhz bu tayfalar ona etiraz etdiyi üçün. Bunları bildik. Aydındır. Nadir yaratdığı Əfşar İmperiyasını 3 bəylərbəyliyə bölmüşdü. Baxaq görək hansı bəylərbəyliyə bölür. Nadirin Əfşar İmperiyası, birinci bunu deyim sizə. Nadirin inzibati islahatına əsasən Nadir Səfəvilər dövründə vaxtı ikən mövcud olmuş Azərbaycan bəyliklərini ləğv etdi. Azərbaycanda hansı bəylərbəyliklər var idi Səfəvilər dövründə? Qarabağ, Çuxursəd, Şirvan və Cənubi Azərbaycan bəyləri. Keçmiş idi biz bunu Səfəvilər dövründə. Bu bəylərbəyliklərin hamısını nə elədi? Ləğv etdi. Hamısı ləğv olundu. Və bu bəylərbəyliklərin hamısını birləşdirdi Azərbaycan bəylərbəyliyində. Yəni ləğv elədi o bəylərbəylikləri, hamısını nə elədi? Birləşdirdi Azərbaycan bəylərbəyliğində. Nadirin Əfşar İmperiyası 3 bəylərbəyliyə bölünürdü. Biri elə Azərbaycan bəylərbəyliyi idi. Mərkəzi Təbriz şəhəri. Rəhbər təyinləmişdi qardaşı İbrahimi. Azərbaycan bəylərbəyliyə qardaşı İbrahimi təyinləmişdi. İkinci bəylərbəylik Xorasan bəylərbəyliyi idi. Xorasan bəylərbəyliyin mərkəzi Məşhəd şəhəri idi. Və Xorasan bəylərbəylinə oğlu Rıza Qulunu rəhbər təyinləmişdi. Üçüncü bəylərbəylik Fars bəylərbəyliyi idi. Mərkəzi Şiraz idi. Bunun rəhbəri haqqında məlumat yoxdur. Bu arada bunu da qeyd edeyim sizə.
Nadirin yaratdığı Əfşar imperiyasının paytaxtı həm də Xorasan bəylərbəyliğinin mərkəzi olan hansı şəhəri idi? Məşhəd şəhəri idi. Bura qədər olan məlumatlar yəqin sizə aydındır. İdarəçilikdə Nadir neynədir? Nadir özünə mane ola biləcək, iki dənə vəzifəni ləğv etdi. Baş vəzir, bir də sədr əzəm vəzifələrini neynədir? Ləğv etdi. Və həmin vəzifələrin işlərini götürdü öz üzərinə. Aydındırmı? Kimdən danışırıq? Nadir Şahdan. Burada Əfşar imperiyasının mən tarixi yazmışam. Belə Əfşar imperiyasının tarixi Nadir Şahın hakimiyyət illəri deyiləm. Nadir Şah da bu illərdə hakimiyyətdə olub. 36-47-ci ildə. Nadirə etiraz edən tayfalardan danışdıq. Bu tayfalara cəzalandırma metodlarından danışdıq. Nadirin inzibati islahatından danışdım sizə. Demək, Azərbaycanda olan bəylərbəylikləri ləğv edib. Vahid Azərbaycan. Eynən bu Şah 1. Abbasla oxşar cəhətdir. Şah 1. Abbas da 1593-cü ildə Vahid Azərbaycan bəylərbəyliyi yaratmışdı. Prosto o, əlində olan qalan İstanbul müqaviləsindən sonra əlində qalan torpaqlar hesabına Azərbaycan bəylərbəyliyi yaratmışdı. Amma Nadir isə Azərbaycandan mövcud olan bəylərbəylikləri ləğv edib Vahid Azərbaycan bəylərbəyliyi yaradır. Oxşar cəhətdir ki, Vahid Azərbaycan bəylərbəyliyi yaradıblar. Amma fərqli cəhətdə bildikdə, Abbas əlində qalan ərazilər hesabına, Nadir isə Azərbaycanda olan yerli bəylərbəylikləri ləğv edib Azərbaycan bəylərbəyliyi yaradır. 3 bəylərbəyliyindən danışdıq, paytaxtını dedim sizə, ləğv etdiyi vəzifələri dedim sizə. Danışaq indi Nadirin torpaq islahatından, yəni aqrar islahatından. Baxaq görək, aqrar sahədə hansı işlər görür. Nadir ilk öncə müsadirə etdi. Dövlətin torpaq fondunu genişləndirmək üçün bəzi torpaqları müsadirə edib. Hansı torpaqları müsadirə edib? Vəqf torpaqlarını və yaxud da vəqf əmlakı yazır da, vəqf torpaqlarını. Bir də iri feodallara və köçəri tayfalara məxsus olan torpaqların bir hissəsini, təbii ki, hamısının torpağı müsadirə edilməzdir, feodalları torpaq qoya bilməzdir. İri feodalların, köçəri tayfaların torpağının bir hissəsini vəqf əmlakını nə eləmişdir? Müsadirə eləmişdir. Məqsəd nə idi? Dövlətin torpaq fondunu genişləndirmək və bu yolla dövlətin gücünü artırmaq. Feodal dövlətlərində dövlətin torpağı çox olarsa, dövlət güclü olar da, bunu bilirsiniz. Feodalizmin ana sütunu nədir? Torpaq. Torpaq və torpaq sahibi məsələsi. Dövlətlər torpağa çox sahib idilərsə, orada güclü idilər. Feodalizm dövrünün quruluşu bu cürdür. Bunu bildik. Torpaqlara müsaade etməsini bildik. Sonra Nadir nə edib? Nadir dövləti gücləndirmək üçün, bu da Şah 1. Abbasdan oxşar cəhətdir. İri feodalları zəiflətmək siyasəti yeridib. Zəiflətmək siyasəti. Eynən Şah 1. Abbas kimi. İri feodalları artıq ki, oxşar cəhətini bilir. Ya Azərbaycan bəylərbəyliyi yaratmazsa, bir də iri feodalları zəif etmək siyasəti. Oxşar cəhətdir Nadirlə Şah 1. Abbasın. İri feodalları zəif etmək üçün nə edib? Birinci dedik də, onun birinci bu siyasətə aid olan məsələ torpaqlarının bir hissəsini müsadirə etməsidir. İri feodalların torpaqlarının bir hissəsini nə elədi? Müsadirə etdi. Düzdür? İkinci bəs nə elədi? İri feodalların dövlət işlərinə müdaxiləsini qarşısını aldı. İri feodalların dövlət işlərinə müdaxiləsinin qarşısını aldı. Üçüncü tədbir nə idi? İri feodallara xidmət müqabilində torpaq yox. Nə verdi əvəzində? Maaş verdi. Çünki özünüz bilirsiniz də. Bu xüsusiyyət Əlaəddin Xələzin oxşar xüsusiyyətdir. Dehli Sultanı Əlaəddin Xələz də belə eləmişdi. İri feodallara torpaq əvəzindən maaş vermişdi. İndi danışa oxşar fərqli xüsusiyyətləri bilirəm ki, yəni bir əlaqalandırma suallar testləri düşür, biləsiniz deyə. Demək, İri feodalları zəif etmək siyasəti nə oldu Nadirin? Onların torpaqlarının hissəsini müsadirə edib, dövlət işlərinə müdaxiləsinin qarşısını alıb, bir də xidmət müqabilində onlara torpaq yox, maaş verib. Kitabda belə də yazırlar. Dövlətin mədaxilinə və məxaricinə müdaxilə etmələrinin qarşısını aldı. Eyni şeydir, yəni dövlət işlərinə müdaxiləsinin qarşısını aldı. Burada Nadir nədir? İri feodalları zəif etmə siyasətidir. Danışırıq indi Nadir, qısa cümləni deyəcəm də onu yazmıram. Nadir təsərrüfatı inkişaf etdirmək üçün nə elədi?
Boş qalan torpaqların becərilməsi haqqında fərman verdi. Suvarma sistemlərini bərpa elətdirdi və bu yolla təsərrüfatın inkişafına nail oldu. Bir dənə cümlə. Aydındır, ticarəti və vergi sahəsini inkişaf elətdirmək üçün nə edib? Bu da bir dənə cümləni deyəcəmsə şifahi. Vergi sahəsində qayda qanun yaradıb, verginin ölkənin xəzinəsinə düzgün şəkildə tam axmasını təmin edib. Bunu qoyduq qırağa. Ticarəti inkişaf elətdirmək üçün nə edib? Ticarətin inkişafına mane olan şəxsləri cəzalandırıb və ticarət yollarının qorunmasını təmin edib. Bu yolla ticarəti inkişaf elətdirib. Aydındır, torpaq məsələsi, inzibati islahatından danışdıq. Torpaq islahatından danışdıq. İri feodallara zəifləmə siyasətindən danışdım sizcə. Təsərrüfatı inkişaf etdirmə tədbirlərini dedim sizə, ticarət və vergi məsələlərini dedim sizə. Danışırıq indi Nadirin hərbi islahatından. Baxaq görək, hərbi islahatla nə edir? Hərbi islahatı əsasən birinci, rəiyyəti hərbi qulluğa cəlb edib. Yəni kəndliləri. Əslində bu ordunun gücləndirilməsi üçün yaxşı bir şeydir. Amma rəiyyətin hərbi qulluğa cəlb edilməsi təsərrüfatın inkişafının qabağını alır. Çünki rəiyyət axı insanlar kənd təsərrüfatı ilə məşğuldurlar. Bunlar orduda olduğu müddətdə təsərrüfatları başsız qalıb və məhsuldarlıq azalır. Bu cümləndə bunun həm müsbət cəhəti var, həm də mənfi cəhəti var. Bir də Nadir keçirdiyi hərbi islahatla yüngül artilleriya qoşunu yaradıb. Yüngül top atəşləri açan bir top dəstəsi yaradıb. Həmin dəstədə belə adlanırdı. Zənburəkçi. Zənburəkçi qoşunu yaradıb. Atın və dəvənin üstündə qoyulurdu həmin o toplar, yüngül idi. Və ondan top atəşləri açılırdı. Yəni bu da hərbi islahatına aiddir. Aydındır. Nadirin ən böyük hərbi məqsədi nə idi? Azərbaycanda bir neçə dəfə bunu cəhd edən şəxs olmuşdu. Nadir də buna cəhd elədi. Hərbi donanma yaratmaq istəyi var idi. Xəzər dənizində və İran körfəzində hərbi donanma. Bu məqsədlə sual verirəm və cavabını taparsınız. Yəni bu axtarış taparsınız. Hansı ölkələrdən hərbi donanma yaratmaq üçün mütəxəssislər cəlb eləmişdi, hətta həmin ölkədən əlaqə saxlamışdı. Bunun da cavabı sizdədir. Hə, amma yarada bilmədi. Onun hərbi donanma yaratmaq istəyən baş tutmur. Sual niyə? Cavab. Nadirin hərbi donanma yarada bilməməsinin səbəbi bir dənədir. Osmanlı ilə müharibə başladığı üçün. Osmanlı ilə yeni müharibənin başlanması Nadirin hərbi donanma yaratmaq istəyini puça çıxardır. Aydındır. Bura qədər olan məsələlər yəqin ki sizə aydındır. Problem yoxdur ki, düzdürmü? İndi mən davam edəcəyim digər məsələlərdir. Demək olar, Nadirin bu tədbirlərin hamısı əslində bu islahatlar yaxşı islahatlardır ya. Ölkənin güclənməsinə falan səbəb olan islahatlardır. Amma Nadirin bir dənə mənfi cəhəti var idi. O mənfi cəhət onun bütün islahatlarının uğursuzluğuna səbəb oldu. Nə idi? Hərbi əməliyyatlar, daimi müharibələr. Daimi müharibələr nəyə səbəb olurdu? Bu ardıcıl zəncir var deyiləmsə. Daimi müharibələr əlavə xərc idi. Xərcə səbəb oldu. Müharibə edən xərcə düşərdi. Xərcin olması xəzinəni boşaldırdı. Xəzinə boşaldığı üçün xəzinəni doldurmaq üçün Nadir məcbur qalıb vergiləri artırırdı. Vergilər artırıldığı üçün əhali narazılıq edirdi və üsyanlar baş verirdi ölkədə. Ona görə deyirəm, daimi müharibələr Nadirin islahatların hamısının uğursuz olmasına səbəb oldu. Yadda qalar bu məsələ aydın oldu. Niyə hərbi əməliyyatlar uğursuzluğa səbəb oldu? Deyirəmsə də təzdən sizə. Hərbi əməliyyatlar əlavə xərclər idi. Əlavə xərclər xəzinəni boşaldırdı. Xəzinənin boşaldılması üçün vergilər artırılırdı. Vergilər artırılması əhalinin güzarını pisləşdirirdi və əhali üsyana qalxırdı. Ona görə də ölkədə tezliklə buna qarşı üsyanlar baş verdi. Danışaq Nadirə qarşı baş vermiş üsyanlardan. Görək hansı üsyanlar baş verir. Əziz və dəyərli şagirdlər, üsyanlardan danışırıq. Demək olar, Nadirə qarşı baş vermiş üsyanların səbəbləri nələr idi? Birinci bunu deyim sizə. 1. Əsas səbəb nə idi? Daimi müharibə. 2. Ağır vergi və nə? Mükəlləfiyyətlər. 3. Nə yaza bilərik biz bura? Köçürmə siyasəti.
Onu da yazmaq olar. Onun köçürtdüyü, sürgün etdiyi tayfalar var idi ya. Həmin tayfalar da narazılığı göstərən o Qarabağın tayfaları. Ölkədə narazılığa səbəb olan üsyanların baş vermə səbəblərindən biri də həmin tayfalar idi. Başqa köçürmə siyasətini eləmişdi. Məsələn, gəlmişdi, keçmiş idi, biz 34-cü ildə Şamaxı şəhərini dağıtmışdı, əhalisi köçürtmüşdü yeni Şamaxıya. Əhalinin bir təbəqənin başqa, tacir sənətkarları Məşhədə falan köçürdürdü, eləyirdi. O Məşhəd şəhərini zənginləşdirmək üçün, inkişaf elətdirmək üçün. Bu köçürmə əsasında ona qarşı üsyanların baş vermə səbəblərindən hesab edilir. Danışırıq indi üsyanlardan. Uşaqlar, əgər biz Nadir Şah deyirsə, Nadir Şaha qarşı ilk üsyan 1738-ci ildə Car Balakəndə olub. Baxın, Nadir Şaha qarşı ilk üsyan. Əgər Nadir Şah deməsək, Nadir desək və ya da Nadir Xan desək, Nadir və ya Nadir Xana qarşı ilk üsyanı isə 1734-də Astarada olmuşdur. Baxın, fərqi gördünüz. Nadirə qarşı ilk üsyan və ya da Nadir Xana qarşı ilk üsyan desək, 34-cü il Astara üsyanı. Nadir Şaha qarşı ilk üsyan isə 38-ci il Car Balakən üsyanı. Biz indi Şahdan danışdığımız üçün Şah üsyanı, Şaha qarşı olan üsyanlardan danışacağıq da. Astara üsyanı bilin ki, Nadirə qarşı ilk üsyandır, Nadir Xana qarşı ilk üsyandır, məğlubiyyətlə bitib. Bunu bildik, qoyduq qırağa. Nadir Şaha qarşı ilk üsyan Car Balakən üsyanı. Car Balakənlər nədən istifadə edib üsyan qaldırmışdılar? Nadir çünki 37-ci ildə Hindistan səfərinə çıxmışdı. Hindistanda olmasından istifadə edib üsyan qaldırdılar. Həmin bu Car Balakən üsyanı zamanı Azərbaycan bəylərbəyi olan İbrahim öldürülür hətta üsyançılar tərəfindən. Nadir özü şəxsən geri qayıdır və Car Balakən üsyanını 1741-ci ildə yatırır. Şəxsən özü yatırır, yəni geri qayıdandan sonra. Üsyanı yatırmağa gələn İbrahim öldürülür, üsyançılar artıq qələbə qazandıqlarını düşünürlər, amma Nadir Hindistandan geri qayıdıb 41-ci ildə üsyanı özü yatırır. Aydındırmı? Başa düşdük bunu. Danışıram indi Nadirə qarşı digər üsyan, Nadir Şaha qarşı digər üsyanlardan. Belə bir dənə başlıq yazıram sizə. Sam Mirzə. Şunlar, bu adamla Nadirin şahlığı dövründə xüsusi şəxslər ortaya çıxmışdı. Özlərini demək, Səfəvi şahzadəsi Sam Mirzə elan eləmişdilər. 3 dənə fərqli şəxs. Və bu Sam Mirzə adı ilə üsyan qaldırıblar Nadirə qarşı. Birinci Sam Mirzə üsyanı, ikinci Sam Mirzə, üçüncüsü. Kimdir bu? Eyni adam deyil, eyni adam deyirlər bunlar. Bunlar fərqli şəxslərdir. Özlərini Səfəvi şahzadəsi elan edib. Nadirə qarşı üsyan qaldırıb və Səfəviləri bərpa eləmək istəyiblər. Ona görə bunları yalancı Səfəvi şahzadələri adlandırırıq. Əslində Səfəvi şahzadələri deyil, özlərini belə adlandırırdılar bunlar. Birinci Sam Mirzə üsyanı. Baxın, birinci Sam Mirzə üsyanı 1743-cü ildə Şirvan vilayətində olub. Şirvanda. Bu üsyanın birinci Sam Mirzənin müttəfiqi keçmiş Şamaxının yarımüstəqil xanı olan Qazqumuxlu Surxay xanı idi. Hacı Davuddan sonra Şamaxının yarımüstəqil xanı Surxay xanı idi. Sonra Nadirin hücum xəbərini eşidib Dağıstana qaçmışdı 34-cü ildə. Surxay xanı idi. Birinci Sam Mirzənin müttəfiqi. Birinci Sam Mirzə üsyanı yatırılmaq üçün Nadirin oğlu Nəsrullah Mirzə hücum edir Şirvana və Nəsrullah Mirzənin hücumu nəticəsində üsyan yatırılır. Üsyançılar məğlub edilir və üsyan yatırılır. Aydındır? Birinci Sam Mirzə üsyanında üsyandan əvvəl Sam Mirzə bəzi tədbirlər görmüşdü. Şirvan əhalisinin vergilərini azaltmışdı falan filan öz dəstəyini qazanmaq üçün Şirvanlıların, amma üsyan məğlubiyyətlə bitdi. Harda baş verir? Şirvanda. Müttəfiqi kim olub? Surxay xan. Nə olub? Nəticəsi yatırılıb. Kim yatırıb? Nadirin oğlu Nəsrullah Mirzə. Danışacağım olan indi sizə ikinci Sam Mirzə üsyanından. İkinci Sam Mirzə üsyanı da 1743-cü olub. Bu 43-cü ilin təqribən yayıdır, bu da payızıdır. Belə yazaq da burada. Yay, burada yazaq payız. İkinci Sam Mirzə üsyanı oldu 43-cü ildə. Harda oldu? Bu da eynən
Şirvanda baş verən üsyandır. Eyni yer Şirvan ərazisi, Şirvan beylərdi. 3-cü Sami Mirzənin müttəfiqi kim idi? Müttəfiq. Surxayın oğlu. Qazqımoğlu Surxay xanın oğlu. Birincidə Surxay xan özüdür, ikincidə Surxayın oğludur. Məhəmməd, adı Məhəmməddir. Surxayın oğlu Məhəmməd. İkinci Sami Mirzə üsyanının yatılmaq üçün yenə Nəsrullah, Nadir göndərir Nəsrullah Mirzəni. Nəsrullah Mirzəni göndərir. Nəsrullah Mirzə, baxın kitabda var, bu da sual verirəm sizə. Bir şəhər yaxınlığında baş vermiş döyüşdə uduzur ikinci Sami Mirzəyə. İkinci dəfə baş vermiş döyüşdə isə qalib gəlir. Hansı şəhər yaxınlığında uduzur, hansı şəhər yaxınlığında qalib gəlir, onu da öz araşdırıb taparsınız. Aydındır? İki dənə şəhər var orada, döyüş baş verir. Biri Aksu yaxınlığında, biri Şamaxı yaxınlığında. Açar da verdim sizə. Yəni cığır da açdım seçin. Taparsınız hansı şəhər yaxınlığında Nəsrullah Mirzə uduzdu, hansı şəhər yaxınlığında qalib gəlib üsyanı yatırdı. Aydındır? Nəsrullah Mirzə üsyanı nə edir? Yatırır. Bu üsyan yatırılandan sonra ikinci Sami Mirzə qısa yazıram, Dağıstana qaçır. Oradan da Gürcüstana keçəcək. Onun Gürcü hakimi Teymuraz əsir götürülüb Nadirə təhvil verir. Və Nadir də Gürcü hakimini buna görə mükafatlandırır. Əvvəlki kitablarda yazırdılar ki, Arakvi vilayətini ona verir, onu mükafatlandırır. Bunu da bildik. Aydındır. Nadirə qarşı 3-cü Sami Mirzə üsyanı var. 3-cü Sami Mirzə üsyanı. Bu üsyansı tarixi 1747-ci ildir. Birinci və ikinci Sami Mirzədən fərqli olaraq 3-cü Sami Mirzə üsyanı 2 dənə şəhərdə olub. Təbriz, Ərdəbil. İndi özünüz taparsınız hansı şəhərdə başlayıb, hansı şəhərdə davam edib. Onu özünüz sual verdim sizə. Bu üsyan zamanı isə Nadir Şah sui-qəsdən başqa bir yerdə öldürülür. Nadir Şah bu üsyan yatırılmasını görməyib. Üsyanı kim yatırır? İrəvan hakimi, Nadirin qohumu olan Əmiraslan. Əmiraslan xan nə edir? Üsyanı yatırır. Aydındır bu da. 3 dənə Sami Mirzəsinə dedim sizə. Bir dənə üsyan qaldı. Uşaq, Nadirə qarşı baş vermiş digər bir üsyan isə Azərbaycan tarixində çox önəmli bir dənə prosesin başlanğıcını qoyan üsyandır. Bunun tarixi 1743-cü ildir. Bu üsyan baş verib Şəkidə. Bu üsyanın rəhbəri Hacı Çələbidir. Hacı Çələbi. Bu üsyan zamanı Hacı Çələbi 43-cü ildə üsyan qaldırır və üsyan nəticəsində Şəkidə müstəqil xanlıq yaradılır. Azərbaycan tarixinin ilk müstəqil xanlığı Şəki üsyanı nəticəsində 43-cü ildə. Biz Şəkidəki etirazlar, baxın deyim də sizə, oxuyarsınız. Şəkidə 41-ci ildə etirazlar başlamışdı. Etirazların səbəbi Nadirin bura hakim təyin etdiyi Məlik Nəcəf idi. Hacı Çələbi 41-ci ildə etiraza başlamışdı. Nadir onu cəzalandırmaq çağırmışdı öz yanına. Amma Hacı Çələbi özünün düz olduğunu sübut eləmişdi. Ona görə Nadir ona Şəkinin vəkili təyin eləmişdi. Hacı Çələbi geri qayıtmışdı. Amma Məlik Nəcəf yenə əməllərindən dönmürdü. Yəni də insanlara zülm edirdi deyə 43-cü ildə artıq bu dəfə Hacı Çələbi üsyan qaldırıb Məlik Nəcəfi öldürdü. Bir dəfə etirazları demək, Şəkidə etirazların başlanması 41-ci ildir. Amma Şəki üsyanının başlanması isə 43-cü ildir. Bunu fərqləndirməlisiniz siz bir-birinə. Aydındır. Sonra Nadir hücum edir. Nadir Şah hücum edir Şəkiyə. Nadirin Şəkiyə hücumu. Təqribən 1745-46-cı illərdə. Həmin vaxt Şəkililər gələrsən, gölərsən qarasına çəkilirlər, müdafiə olunurlar. Amma ərzaq tükəndiyi üçün, su ətəri tükəndiyi üçün, qüvvələr tükəndiyi üçün, üsyançılar yorulduğu üçün Hacı Çələbi Nadirə tabi olur və xanlığı ləğv edir bir müddət. Və yenə də Nadir Hacı Çələbiyə toxunmur da, xalq onu sevdiyi üçün. Qorxdu ki, bunu öldürər, xalq üsyan qaldırır. Yəni ona görə toxunmadı Hacı Çələbiyə və Nadir geri qayıtdı Şəkidə.
Bir neçə aydan sonra Nadir öldürüldü. Nadirin öldürülməsini eşidən hadisələrdə yenidən öz xanlığını bərpa elədi. Aydındır. Bu da şəkil üsyanı. Əslində bizim Əfşar imperiyası dediyimiz Azərbaycan tarixinin dərs bura qədərdir. Bura qədər olan məsələlərdir. Bunları bilirsiniz, kifayət edir. Aydındır. Çox sağ olun, diqqətinizə görə minnətdarım.